Bilirsiniz, ermənilərin Azərbaycanın mədəni irsini məhv etmələri Alban irsinin əsasən də xüsusən də burada zərər görən Alban mədəni irsidir. Bu Alban irsinin o erməni katolikosluğuna verilməsi idi Rusiya tərəfindən. 1836-cı ildə Çar Nikolayın fərmanı ilə deyək ki, bu Alban Həvvari kilsəsi ləğv edilərək erməni Qriqoryan kilsəsinə verildi və bu proses Albaniyaya məxsus mədəni, dini, tarixi irsin mənimsənilməsi və erməniləşdirilməsi ilə nəticələndi. O cümlədən Azərbaycana məxsus İslam dövrü abidələri, məscidlərimiz, türbələrimiz və digər dini pirlərimiz və digər dini qurğularımız ermənilər tərəfindən birdəfəlik məhv edilirdi. Yəni burada bu tamamilə sıradan çıxarılırdı. Ona görə ki, bu ərazidə erməni tarixinin yaradılması prosesi gedirdi. Yəni bu son 30 ildə ermənilər məhz buna görə çalışıblar. Onlar deyək ki, bütün toponimləri, yer adlarını dəyişdirib, bütün deyək ki, xristianlığa qədər və xristianlıq dövrü abidələrini, yəni Qafqaz Albaniyasına məxsus abidələri, erməni kilsələri, erməni monastırları adlandırmaqla və onlar inkar edirlər ki, burada türklər, yəni Azərbaycanlılar yaşamayıblar. Yəni bax, proses bu cür başlayıb, bu cür davam etmişdir. Şükürlər olsun ki, 44 günlük müharibədən sonra biz özümüz qayıtdıq, hazırda öz ərazilərimizdə bu abidələrin özümüz məşğul ola bilirik. Amma burada bir məsələ də var, Faiq bəy, digər əslində narahat edici bir məqamdır deyə bilərik. Hansı ki, Avropa dairələrinin bu məsələyə, yəni Ermənistana bununla bağlı təzyiq göstərməməsi ya da ermənipərəst mövqedən çıxış etməsi və bu məsələlərə selektiv yanaşmaması da indiki məqamda narahat etmirmi? Bilirsiniz, nəinki indiki məqamda, hətta işğal dövründə belə Azərbaycanın bir çox qeyri-hökumət təşkilatları və ziyalıları dəfələrlə Avropa qurumlarına müraciətlər eləmişdi. Bu ikili standartlar, bu mübarizə başlayandan ermənilərlə Azərbaycan arasında bu ikili münasibət həm Rusiya tərəfindən və həm də Avropa ölkələri tərəfindən bir mənalı şəkildə biz bunu qarşılamışıq. Burada deyək ki, bu abidələrin deyək ki, ermənilər kimlərə məxsus olması qətiyyən onlar üçün maraqlı olmamışdır. Hətta biz UNESCO-nun özünə belə dəfələrlə müraciət etmişdik və bu müraciətimiz cavabsız qalmışdı ki, ən azından onlar burada gəlməli və yerində tədqiqat aparmalı, monitorinq eləməli və bu abidələrin kimliyinin araşdırılmasında və biz də bunlara dəstək və kömək olacağımızı bildirirdik. Amma deyək ki, bu bir mənalı şəkildə cavabsız qalırdı. Mən 2014-cü ildə Yuxarı Gövhərağa məscidi, Laçındakı Ağoğlan monastırına aparılan erməniləşdirilmə prosesinin barəsində Avropa İnsan Hüquqları İnstitutuna, məhkəməsinə müraciət eləmişdim. Həmin məhkəmə o deyək ki, iddiaya baxmışdı və onu hər il vaxtını dəyişirdi ta bizim bu qələbəmizə qədər. Yəni hər dəfə mənə bir məktub göndərilirdi və xahiş olunurdu ki, biz bunu ləğv eləyək, yoxsa qalsın. Mən deyirdim, yox, qalsın, bu məhkəmə geçsin. Yəni bax, beləliklə bu işlərin də uzadılması artıq yersiz bir yazışmaya səbəb oldu. Yəni bütün bunlar da Azərbaycana qarşı o ikili standartların nəticəsi idi, mən deyərəm.